Hər birinizi yeni bir vlogdan salamlayıram. Sizin üçün yeni bir maraqlı vloqa başlamışam. Bütün gördüyüm işləri sizinlə paylaşacağım. Rahat Marketdən belə Durunun duş gelini almışdım. Və indi hamama getmişkən dedim elə bunu istifadə edim. Çünki digəri bitib. Sınadıqdan sonra sizinlə də bölüşərəm. Kızlar belə biz bacımgilə getmişdik, qonaq getmişdik. Çünki keçən videoda da sizə demişdim ki, yoldaşım 12 günlük tətildə idi, yəni evdə idi. Biz də bu il uşaq olduğuna görə rayona getmədik və evdə olduq. Havalar da çox pis keçirdi bu günlərdə. Əslində biz planlaşdırmışdıq ki, hər gün gəzərik, bacımgilə gedərik filan. Amma bu planlarımız bizim baş tutmamışdı və hava biraz düzəldikdən sonra qərara gəldik ki, bacımgilə gələk. Bacımgil Xırdalanda yaşayır. Bacımın bir qızı var. Siz də mənim videolarımda tez-tez görürsünüz. Adı gözəldir, özü kimi. Və bacım bizə belə şirniyyat süfrəsi və belə yemək süfrəsi açmışdı. Sizin üçün də çəkdim. Göz haqqınızı halal eləyin. Sadəcə maraqlı olsun deyə belə çəkdim. Da mərci supu bişirmişdi bacım. Amma mən təəssüf ki 2 qaşıqdan artıq yeyə bilmədim. Hətta əslində 2 qaşıq da yeməməliyəm, amma məncə 2 qaşıqdan heç nə olmaz. Və belə birinci bişirmişdi. Həqiqətən də çox dadlı idi. Mən özüm də neçə vaxtdır fikirləşirəm ki, hazırlayım və evdə qoyum, amma yəni bunu hələ ki edə bilməmişəm. Burada da Alina gördüyünüz kimi fırlanmağa çalışır. Mən çalışıram ki, onu tez-tez belə düz yerə qoyum və o fırlanmağa çalışsın. Buna görə də qoyuram belə yerə. Artıq başlamışam. Havalar biraz isinib. Və peçi də yandırdım ki, yerdə birdən soyuq olar. O da dönməyə çalışır, amma dönə bilmir. Siz də yorumlarda yazarsınız. Sizin uşaqlarınız neçənci ayından dönüblər. Sizə burada nəyi göstərmək istəyirəm. Belə bir çərəz qabı almışıq. Bunu necə almışıq? Bilmirəm, sizin qabağınıza çıxıbsa. Kolaların qızılı qapaqlarını topladıq 3 ədəd. Bizə yoldaşım çox belə qazlı içkilər içir və onların qapaqlarını keçən ildə mən 3 qapaq yığmışdım və orada göstərdiyim çərəz qabını qazanmışdıq. Bu ildə istədim ki, set tamamlansın və 2 dənə qırmızı rəngdə çərəz qabımız oldu. Belə donuzlar almışdıq Gənclik Moldan. İstədim sizə də göstərim. Anamgilə getmişdik. Anam bizim üçün belə fərqli bir yemək hazırlayır. Rahat bir yeməkdir. Amma bu biraz əziyyətlidir. Çünki əlində tutduğu bitki gicitkəndir və onu insanın əlinə bata bilir. Amma anama heç bu demək olar ki, təsir eləmir. Əgər bir gün gicitkən tapsaz, bunu yoxlayarsınız. Sadəcə duz dökürsünüz biraz və belə əlinizlə ovursunuz. Ondan sonra da belə dadlı bir şey alınır. Bunu həmişə biz çörəyin arasına qoyub yeyirdik. Çox ləzzətli olur. Adina'nın yeni oyuncağı. Bir də bu. Kızlar, şkafımız gəldi. Bu formada bir şkaf düzəltdirmişik. Və bu formada içərisi də belədir. İndi belə qablar almışam. 3 dənə yerləşdirəcəm bura. Burada nəsə yığmaq üçün belə. İndi gəlin bu qabları birlikdə yerləşdirək. Qızlar, əgər videolarım sizin xoşunuza gəlirsə, xahiş edirəm ki, kanalıma abunə olun və mənə dəstək olun. Bu ilin sonuna kimi əgər 10.000 abunəm olsa çox sevinərəm həqiqətən. Amma düzdür, bunun üçün çoxlu çalışmaq lazımdır və mən çox çalışa bilmirəm. Amma sizə bir şey göstərmək istədim ki, YouTube'dan qeydiyyatdan keçdikdən sonra PIN gəlməli olur. Yəni yaşayış yerinin təsdiqlənməsi üçün və mənim bu məktubum gəlib. Əslində bayram günlərində gəlibmiş. Bizdə ev telefonu işləmədiyinə görə bizim poçtalyonumuz bizim evə düşə bilməyib, zəng edə bilməyib telefon işləmədiyinə görə. Amma mən getdim, poçtdan götürdüm və həqiqətən də çox sevindim. Çünki YouTube-la məşğul olanlar bilir ki, bu nə qədər vacib bir şeydir.
Kızlar, bundan sonra da gəlirəm yataq otağını biraz qaydasına salım. İnanın bu günlərdə yataq otağı elə vəziyyətdə idi ki, yəni heç insan içəri belə başını belə salmaq istəmirdi. Çünki bilmirəm niyə o qədər qarışmışdı. Mənim də halım yox idi heç təmizləməyə. Burada da çantama atdığım bütün çəkləri hər dəfə çantamdan çıxarırdım. Səliqəsiz olmasın deyə atırdım bura və yığılıb nə qədər qalıb. Bu arada mən bu günlərdə düzdür səhv bir şeydir, amma hər dəfə pozqazanın yanından keçəndə özümə bir dənə alıram. Bəxtimi sınamaq istəyirəm ki, bəlkə nəsə çıxar, amma təbii ki, hələ ki heç nə çıxmayıb. Yəni 1-2 manat qazanmağı hələ də böyük bir şey deyil. Yəni hələ də o gözlədiyim 25 mini qazana bilməmişəm, amma çox istəyirəm ki, qazanım. Amma yəqin ki, bu mümkün olmayacaq. Yəni bilinçli olaraq alıram, bilirəm ki, qazanmayacağam, amma yəni ümidim də var ki, bəlkə birdən nəsə olar və çıxar. Kızlar, biraz çəklərimi filan qaydasına saldım. Orada atılmalı şeylərin hamısını atdım və biz aşağı düşmüşdüm. Biraz həm hava almağa, həm yürüyüş eləməyə, həm də market alış-verişimizi eləməyə. Yoldaşım işdən gələndə həmişə mənə zəng eləyir, mən düşürəm. Evdə qaynanamın olduğu üçün Alinanı da qoyuram yanında, rahatlıqla düşə bilirəm. Təbii ki, Alinanı yedirib düşürəm. Kızlar, suyumu doldurdum və gəldim. Bildiyiniz kimi suyu çox içirəm mən və bu da bu gecə içəcəyim sudur. Çünki mən tez-tez oyanıram və oyandığım zaman da bilmirəm öyrəşmişəm yoxsa nədəndir, su içməliyəm mütləq. Bunu da gecə üçün belə doldurub yanıma qoyuram. Bu da bizim olmazsa olmazımızdır. Çünki mən Alinanı bunda yuyuram. Bu sadəcə Alina üçün alınır. Burada saxlayıram. Çünki başqa yerə qoymaq istəmirəm. Ən təmiz yer elə demək olar ki, bu otaqdır. Yəni təmiz dediyim hamamda qoymaq istəmirəm. Çünki başqa su dəyməsin içinə. Həm də məncə daha yaxşıdır bu. Amma havalar isti olduqdan sonra çalışacağım ki, elə hamamda yuyum. Çünki buna ehtiyac qalmayacaq. Hal-hazırda isə havalar biraz sərin olduğuna görə bunu doldurub otağa getirirəm və otaqda yuyuram. Nə maraqlıdır, bəs siz necə edirsiniz? Siz hamamda mı yuyursunuz uşağı yuyanda? Bunu bölüşərsiniz. Amma nəzərə alın ki, bizim evimiz biraz sərindir və hər dəfə hamama aparıb gətirsəm uşağa soyuq ola bilər. Kızlar, yoldaşım üçün belə bir maraqlı bir hədiyyə almışam. Geçən dəfə yoldaşım mağazalara gəzdiyimiz zaman belə bir söhbət eləmişdi ki, əvvəllər oynadığımız belə Tetris deyirlər deyəsən buna. Bundan danışmışdı. O qədər maraqla danışdı ki, elə fikrim var idi ki, hardasa tapsam yoldaşım üçün bundan alım və bugün tapdıq və 5 manata içində batareyası ilə birlikdə aldıq. Bu hissə gündəlik istifadə etdiyim məhsullardır. Hamısını burada saxlayıram ki, hər gün demək olar ki, mən bunları istifadə edirəm. Qızlar, mən demək olar ki, elə Rexonadan istifadə edirəm çox zaman. Amma burada belə bir məhsul var ki, mən bunun içində azdır. Bunu əvvəl almışdım, amma sonradan çox bəyənmədim. Düzdür, qoxusu yaxşıdır. Amma ki, bunu qoymuşam bura, gündəlik istifadə edeyim və bitsin. Buna görə də hər gün istifadə edirəm, amma hələ də bitməyib. Burada yeni aldığım bir məhsulu da göstərmək istəyirəm. Bu
Mən artıq bundan 2 qutu istifadə etmişəm. Bu üçüncüdür. Artıq Alina 4-cü ayı tamam olur. 8 gün qalıb və mən bundan 3 qutu istifadə etmişəm. İçində 40 dənədir. İçində də belə cüt şəkildədir. 2 dənə olur. Bir paçkanın içində və bunu bu formada istifadə edirəm. Bir neçəsini bu formada götürürəm və hər gün istifadə edə biləcəyim bir yerə qoyuram ki, mənə rahat olsun. Digərlərini isə aşağıda qoyuram və lazım olduğu zaman belə çıxarıram. Qızlar, bu hissə demək olar ki, mənim zapas məhsullarımın olduğu hissədir. Və burada mən bəzi məhsullarımı saxlayıram. O cümlədən də elə məhsullar var ki, onlar uzun müddətdir ki, mən istifadə edə bilməmişəm. Burada belə Rexonam var. Bunlar da hamısı qalıb. Və bunu da aşağı hissədə qoyuram. Yuxarı hissədə isə daha çox gündəlik istifadə etdiyim məhsullardır. Mənə lazım olan şeylərdir. Məsələn, fen, salfetka bəzən lazım olur. Çünki nəyisə silmək üçün tez əlimin altında nəsə lazım olur. Ona görə də həmişə burada salfetka olur. Mən digər salfetkalardan istifadə etməkdən daha çox bu tualet salfetkaları daha yaxşı olur ki, səliqəli formada hər hansı bir yerə qoymaq olur. Kızlar, Dali'nin belə üçlü avantaj paketi var. Biz son zamanlar bundan alırıq. Çünki digər Dali'nin qiymətləri 3 manat 60 qəpikdir bütün marketlərdə. Bunu isə üçlü formada 8 manat neçə qəpiyəsə aldıq. Və məncə bu o birindən daha çox sərf edir. Digər marketlərdən daha sərfəlidir. Bunu biz Rahat marketdən almışıq və keyfiyyəti demək olar ki, əvvəl aldıqlarımızdan eynidir. Biz əvvəllər 2 manat neçəsə qəpiyə olanına Bravodan alırdıq, amma orada da artıq qiymətlər qalxıb. Hal-hazırda istifadə etdiyim salfetka var. Ona görə də bunların üçünü qoyuram zapasda qalsın. Çünki bizdə salfetka çox işlənir. Düzdür, mən Alinanı yusam da bəzən olur ki, çöldə olduğumuz zaman ya da elə evdə bəzən yuya bilmirəm. Bu zaman bundan istifadə edirəm. Alinaya aid məhsulları da mən burada saxlayıram. Çünki həm bura tez kirlənmir, tozlanmır və buradan götürüb istifadə etmək daha rahat olur. Rahat marketdən Türk baklavası almışdıq. Bunlar çox yaxşı olur, az kekindir. Ümumiyyətlə az kekin məhsulları həqiqətən də çox dadlı olur. İndi də çayım var və çayımla içəcəm.
neçə vaxtdır mən sizin üçün təmizlik vloqu çəkə bilmirəm, ya da vloqlarımda təmizliyə xüsusilə yer verə bilmirəm. Bunu özüm də hiss edirəm. Həm də sizin nə qədər təmizlik vloqlarını sevdiyinizi də bilirəm. Amma uşaqla bu çox mümkün olmur. Və biraz vaxtım var idi. İstədim ki, həm qab yulan yeri səliqəyə salım, oranı bir Domestosla təmizləyim, həm də altında şkaf var. Mən o şkafı demək olar ki, bu evdə yaşayandan təmizləməmişəm. Düzdür, üzdən təmizləyirdim həmişə, amma dərinləməsinə belə içərisini təmizləməmişdim. Buna görə də istədim oranı da sizinlə birlikdə təmizləyim. Həm də orada bəzi azalan məhsullar var, onları da başqa qablara əlavə edim və onları da atım. Ümumiyyətlə bu qab yulan yeri ən yaxşı vasitə Domestosdur. Çünki xlorla filan oranı təmizləyəndə biraz uzun vaxt aparır. Qaynar sudan filan istifadə etmək lazım olur. Amma Domestosda buna ehtiyac yoxdur.
Qızlar, bilmirəm siz mənim təmizliyimi bəyəndiniz ya yox, amma birazca da olsa ürəyimcə oldu. Amma tam olaraq ürəyimcə olmadı. Çünki niyə? O otağın divarları nəmli olduğuna görə biz orada divarları nə qədər rəngləsək də, müxtəlif vasitələrlə ağartsaq da, ora nəmli olduğuna görə, ora balkondur əslində və sonradan tikilib. Buna görə də oranı biz heç bir vasitə ilə, yəni təmizə çıxarmaq olmur. Çünki niyə? Orada istilik sistemi yoxdur. Əvvəllər bu binada istilik sistemi olub, amma sonradan sökülüb və biz də bu bina sökülməli bina olduğuna görə kombi sistemi filan çəkdirməyi fikirləşmirik. Digər otaqlar isə normal istilikdə olur. Çünki qızdırıcılardan istifadə edirik. Düzdür, orada da qızdırıcı istifadə edirik, amma lazım olanı istifadə etdiyimizə görə oranın divarları həmişə belə qaralır və biz yayda onu düzəldirik, ağardırıq, amma hər qış demək olar ki, o vəziyyətdə olur. Bu arada mən təmizlik etməkdə davam edirəm və otaqları tozsoranladım. Ən sonda yataq otağına elədim. Burada da sizə tozsoranımı göstərməyi istəyirəm. Bu formada bütün başlıqları çıxır. Düzdür, əvvəlki videolarımda sizə səhv etmirəmsə göstərmişdim bunu. Qızlar, mən belə şəffaf rəngdə masa örtüsü almışdım və bunu şkafların içinə sərmək istəyirəm. Çünki məncə elə daha təmiz olacaq. Çox da yaxşı oldu. Düzdür, mənim neçə saat vaxtımı aldı bunu kəsmək. Çünki ölçülər bir-birinə uyğun gəlmirdi. Ya səhv kəsirdim, ya əyri kəsirdim. Amma məncə nəticədə yaxşı oldu və sonda sizə nəticəni də göstərəcəm. Nərimanovda təzə açılan Hoqqa mağazasından belə bir məhsullar aldıq. Bu 90 qəpiyə idi. 1 manat 10 qəpiyə. Bunlar da bu 80 qəpik. Bu da 1 manat 60 qəpik. 1 manata belə daban üçün həm daban daşı, həm də belə pilka formasında bir alətdir. Şotkası da var. 1 manataydı. 1 manat 60 qəpiyə qayçı. Və bunlar da yəqin ki saxtadır, amma 1 manataydı hər biri. Qızlar, portakallı keks bişirirəm. Deməli, 2 yumurta ilə 1 stəkan
şəkər tozunu əvvəlcə qatılaşana qədər və ağarana qədər çırpdım. Bundan sonra üzərinə yarım stəkan yağ, yarım stəkan qatıq və yarım stəkan da portağalın suyunu əlavə etdim. Və qarışdırdıqdan sonra da ən son 2 stəkan un əlavə etdim və indi də bunun üzərinə bir paçka qabartma tozu əlavə edib qarışdıracağım. Və nəticədə belə oldu. Vlogumu bura qədər izlədiyinizə görə təşəkkür edirəm. Abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.